Şagirdlərin 90%-nin ən çox səhv etdiyi sual: mətnin məzmununa uyğun aid olmayan cümləni tapmaq. 306-cı suala baxsaq, mətnin 3-cü abzasında hansı sözlə başlayan cümlə mətnin məzmununa uyğun deyil? İki variantda bizə təqdim oluna bilər sualımız. Bir ümumi mətn üzrə, bir də abzas verər. Yəni sualda gördüyünüz kimi sırf bir abzas verər ki, həmin abzasda hansı cümlə aid deyil və ya ümumilikdə mətndə hansı cümlə aid deyil. Mətnin məzmununu oxuyanda mətn nə haqqındadır? Ona ilk növbədə nəzər yetirməliyik. 3-cü abzasa baxaq. Üçüncü abzasda görək nədən danışılır? Əksər balıq növlərinin müəyyən vaxtlarda istirahət və ya yuxu vəziyyəti hesab olunan bir enerjiya qənaət mərhələsinə girir. Ancaq bu hal quruda yaşayan canlılarda müşahidə edilən yuxu vəziyyətindən fərqlidir. Gündüz aktiv olan bəzi balıq növləri gecələr təhlükəsiz qayalıqlara və ya oyuqlara çəkilərək dincəlir. Belə istirahət zamanlarında təhlükəsiz yerlərə çəkilmənin səbəbi gecələr dolaşan balıqçılara yem olmağın qarşısını almaqdır. Balıq ovu bəzi insanların sevimli məşğuliyyətinə çevrilib. Baxırıq ki, burada əksər balıq növlərindən onların gecə və gündüz necə yaşayışından danışılır. Amma sonuncu cümlədə, yəni balıq ovu bəzi insanların sevimli məşğuliyyətinə çevrilib cümləsi mətnin məzmunu ilə, yəni abzasın məzmunu ilə bir uyğunsuzluq təşkil edir. O zaman həmin cümlənin ilk sözü nədir? Balıq sözü. Baxaq 306-cı sualda deyir ki, mətnin 3-cü abzasında hansı sözlə başlayan cümlə mətnin məzmununa uyğun deyil? Cavabımız olur A variantı, yəni balıq sözü. Bu cür video izahların davamı istəyirsinizsə, YouTube kanalıma abunə olursunuz, şərh yazırsınız, paylaşmağı və bəyənməyi unutmursunuz.